Salam hörmətli izləyicilər. Bugün sizinlə Beynəlxalq STEAM Azərbaycan Festivalı 2025-in ən ekstremli, ən həyəcanlı kateqoriyalarından biri haqqında danışacağıq. Hidrogen Grand Prix yarışı adi bir avtomobil yarışı deyil. Bu yarışın əsas məqsədi şagirdlərə elm, texnologiyanı praktik şəkildə öyrətmək, onların yaradıcılıq, problem həll etmə, komanda işi, bacarıqlarını inkişaf etdirməkdir. Məqsədimiz gənclərə bərpa olunan enerji texnologiyalarını öyrətmək. Həmçinin STEAM, yəni elm, texnologiya, mühəndislik, burada incəsənət də bizə lazımdır, riyaziyyatı real həyat layihələri ilə birləşdirmək, şagirdlərə praktiki, mühəndislik və dizayn bacarıqları qazandırmaq, onları məsuliyyətli, yaradıcı və komanda ruhunda sahib gənclər kimi yetişdirməkdir. Hədəf, hidrogen texnologiya ilə işləyən avtomobillər quraraq gələcəyin yaşıl enerjisinə maraq artırmaq, şagirdlər arasında beynəlxalq əməkdaşlıq və dostluq yaratmaq, gəncləri yalnız yarış meydançasında deyil, həm də gələcəkdə mühəndis, alim və sahibkar kimi formalaşdırmaqdır. Komanda tərkibi 4 şagird və yalnız 1 mentor olur. Komandada kapitan, sürücülər, mexanik və müşahidəçi kimi müxtəlif rollar bölüşdürülür. Yarış başlayıb. Deyəsən biz bütün hissələri yoxlamamışıq. Bu cür hallara yol verməmək üçün mütləq şəkildə qaydaları oxumalıyıq. Yarışdan əvvəl və sonra bütün maşınlar texniki yoxlamadan keçir. Ölçülər, çəki, enerji mənbələri və təhlükəsizlik qaydaları ciddi şəkildə yoxlanılır. Qaydalara uyğun gəlməyən maşın yarışa buraxılmır. Keçəcəm para. Keçəcəm para. Sən keçəcəm. Gözlər mənim maşınım daha sürətli. Nə danışırsan? Gözlər. Yarışda qaliblər yalnız sürətə görə deyil, bir neçə kateqoriya üzrə seçilir. 1. Dözümlülük, ən çox dövrə vuran komanda. 2. Enerji, enerjidən ən səmərəli istifadə edən komanda. 3. Dizayn, ən yaxşı maşın görünüşü və gövdə dizaynı. 4. İnnovasiya və yaradıcı texniki həll. 5. Promo, ən yaxşı təqdimat və ən yaxşı video. 6. Pit stop, ən sürətli və dəqiq yanacaq dəyişikliyi. Və son olaraq komanda ruhu, əməkdaşlıq və yardımla seçilən komanda. Verilən meyarlar əsasında öz fəaliyyətini layiqincə göstərmiş komandalar qaliblər arasında öz yerini tuturlar. Hakimlər qara bayraq göstərdilər. Görəsən nə deməkdir? Bilmirəm. Yarışa gəlməmişdən öncə mütləq şəkildə bayraqların mənasını öyrənin. Yaşıl, yarışın başlanğıcı. Sarı, təhlükə, sürəti azaldın. Damalı, yarışın sonu və yaxud finish. Qara bayraq, avtomobil dərhal pit stopa qaytarılmalıdır. Diskvalifikasiya halları nə zaman baş verə bilər? Komandanın qaydalara əməl etməməsi, böyüklərin pit zonasına müdaxiləsi, təhlükəsizlik qaydalarının pozulması, batareyanın və hidrostikin hakimlərin qərarı olmadan doldurulması, kobud və yarışın qaydalarına yaraşmayan davranış dərhal diskvalifikasiyaya səbəb ola bilər. Əziz iştirakçılar, hər birinizə uğurlar. Seçim mərhələsindən müvəffəqiyyətlə keçən bütün komandaları finalda gözləyirik. Sağ olun. Görüşərik.